Selamun Aleyküm ve Rahmetullahi Şerif. Və aleykümselam təala. Qardaş soruşur ki, ən fəzilətli sədəqə hansıdır və kimə verilir? Ən fəzilətli sədəqə hansıdır və kimə verilir? Bu barədə bizim bir hədisimiz keçmişdi və mən də elə həmin hədislə cavab verəcəm suala. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, ən fəzilətli sədəqə insanın sağlam ikən, imkanlı ikən, yəni pula ehtiyacı olan bir vaxtda verdiyi sədəqədir. Yəni insan əgər yaşlanarsa, artıq ölüm ayağındadırsa və s. həyatdan ümidi kəsilibsə, bu halda deyil, əksinə imkanlı olan vaxtı, pula ehtiyacı olan bir vaxtı verdiyi sədəqədir. Və kimə verilir? Sözü ki, sədəqə kasıba verilir və ən yaxşı olar ki, insan ilk növbədə qohumlarına baxsın, yəni qohum kasıblara versin. Və çünki qohumlara verərsə, həm qohumluq əlaqələrini yaxşılaşdırar, həm də sədəqə vermiş olar. Sonra qonşudur, yaxınlardır və s. bu kimi. Kiməsə yardım edərkən özünü üstün görmək nə dərəcədə təhlükəlidir? Ümumiyyətlə, qardaşlar, kiməsə yardım edərkən özünü üstün görmək, bu birinci növbədə əməlin qəbul olunmamasına səbəb ola bilər. Yəni, demirəm səbəbdir, lakin səbəb ola bilər. Birinci növbədə, əgər Allah Teala kimisə hansısa bir insana sədəqə verməyi və yaxud yardım etməyi müvəffəq edibsə, insan ilk növbədə buna görə Allaha həmd etməlidir, sevinməlidir ki, Allah ona ilk növbədə bu imkanı verib və həmçində onu səbəb edib həmin insana yardım etməyə. Çünki, necə ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur, Vallahu fi aunil abdi mə kənəl abdu fi auni əxihi. İnsan nə qədər ki, öz müsəlman qardaşına yardım edir, Allah Teala da ona yardım edir. Həmçinin Quranda Allah Teala buyurur, minnət etmək, minnət qoymaq. Yəni, kiməsə kömək edəndə özünü yuxarı görmək, bu gətirir minnətə çıxarda bilər və minnət də əməllərin batil olmasına səbəbdir. Və bu düzgün deyil belə etmək. Əgər Allah səni müvəffəq edibsə, səbəb edibsə kiməsə yardım etməyə, sən ilk növbədə həmin qarşı tərəfə təşəkkür etməlisən ki, belə bir imkanı sənə verib. Və Allaha həmd etməlisən ki, səni müvəffəq edib buna. Ki, Allah da sənə yardım etmək istəyir. Müsəlman necə zəngin olub, eyni zamanda zahid ola bilər? Müsəlman həm zəngin ola bilər və eyni zamanda da zahid ola bilər. Necə ola bilər? Əgər bu insanın əlində olan bu mal, dövlət onu Allaha ibadətdən, Allaha itaətdən yayındırmırsa, haramlara sövq etmirsə, əksinə bu əlində olan malı, axirəti qazanırsa, bu insan zahiddir. Yəni, zahid o demək deyil ki, malı, pulu yoxdur. Zahid odur ki, bütün fikri, zikri axirətdir. Axirəti qazanmaqdır. Əgər insan belə olarsa və biz tarixdə də baxırıq ki, belə insanlar var idi, səhabələr var idi, zəngin səhabələr var idi. Əbu Bəkir radiyallahu anh, Osman radiyallahu anh, həmçinin digər şəxsiyyətlər olub İslam dinində. Zəngin olublar, amma eyni zamanda da öz zahid olublar. Yəni, insan nə zaman zəngin insan zahid olur, əgər bu mal onu itaətdən çəkindirmirsə, ilk növbədə bundan da əvvəl, qardaşlar, ilk növbədə bu malı halal yolla qazanırsa və həmçində bu malı halal üçün xərcləyirsə və əgər bu onu ibadətdən, itaətdən yayındırmırsa, o halda bu insan zahiddir. Valideynlər namaz qılmırsa və ya bidət əhl edirsə, bir sələfi olaraq onlarla necə davranmalıdır? Ümumiyyətlə, qardaşlar, valideynlər ola bilər ki, namaz qılmasın, ola bilər ki, bidət əhli olsun, hələ bundan da üstünü götürürlər, ola bilər kafir olsun. Bu, valideynlərin belə bir halda olmaları həmin valideynlərə itaətdən bizi yayındırmamalıdır. Yəni, bu o demək deyil ki, biz onlara itaət etməyə bilərik. Necə ki, Allah Teala Quranda buyurur ki, dünya işlərində neynə? Onlara itaət et. Dünya işlərində onlara itaət et. Əgər onlar səni Allaha şərik qoşmağa sövq etsələr, onlara itaət et. Lakin
dünya işlərində nə ilə? Onlarla gözəl davran. Və ona görə də insan demək valideynlərini dəvət etməlidir. Əgər belə bir vəziyyətdədirsə valideyni, məsəl üçün namaz qılmırsa, sən elə etməlisən ki, sən səbəb olmalısan onların namaz qılmağına. Gözəl nümunə olmalısan, onları dəvət etməlisən. Ta ki, son belə deyəsən, nəfəslərinə kimi onları dəvət etməlisən. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm öz əmisini ölüm ayağına kimi, yəni ölüm ayağındaydı, hətta gəldi, neynədi, dəvət elədi. Dedi ki, la ilahe illallah de. Lakin o demədi. Və insan dəvət eləməlidir, izah eləməlidir. Əgər valideynin namaz qılmırsa, valideynin bidət əhlidirsə, məsələn, demək ki, sənə daha çox məsuliyyət düşür. Sən onları dəvət eləməlisən, səbəb olmalısan. Sən onları qurtarmalısan oddan. Onları izah eləməlisən. Həmçində eyni zamanda dünya işlərində itaət eləməlisən. Yəni, dünya işlərində onlara asi ola bilmərsən. Sonuncu sual. Evə əmim gəlir və həmin evdə içki içir. Atam da evi tərk etməyə icazə vermir. Bu halda mən nə etməliyim? O bu şəkildə çıxır. Sözsüz ki, uzaqlaşmalıdır. İlk növbədə əgər ərki çatırsa, yəni baxmalıdır vəziyyətə, bacardığı qədər. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem nə deyir? Deyir, sizlərdən bir insan bir münkər əməl, yəni bir günah bir iş görsə, onu dili ilə dəyişsin. Birinci əli ilə dəyişsin. Əgər bacarmasa dili ilə, bacarmasa qəlbi ilə. Yəni əli ilə sözsüz ki, bu əminsə əmi bundan böyükdür. Demək, bu balacadır. Qaldı dili ilə. Dili ilə də gözəl şəkildə, imkanı varsa, gözəl şəkildə izah etməlidir, başa salmalıdır içkinin haram olmasına. Əgər bunu da qəbul etməsələr, qəlbi ilə inkar edib çəkilməlidir. Həmin süfrədə oturmamalıdır, başqa bir otağa keçməlidir və s. Əminəm. Allah bizi eşidib faydalanır etsin. Və sallallahu aleyhi və səlləm.